44 gün davam etmiş Vətən müharibəsi də özünün xarakterik deyil. Ağdam rayonunun işğaldan azad edilməsi. Ağdam Vətən müharibəsindən sonraki dövrdə azad olunub. Yəni biz orada bilirik ki, 10 noyabr bəyanatından sonra deməli 20 noyabr tarixində Ağdam, 25 noyabr tarixində isə Kəlbəcər rayonları işğaldan azad olunub. Ona görə də burada ilə cavabımız A variantıdır. Digər hissələrə baxan müdafiə sistemlərinin məhv edilməsi üçün Antonov 2 təyyarələrdən istifadə edilməsi var idi. Doğrudur. Zərbə adlı pilotsuz uçuş aparatlarından istifadə edib düşmənin hava hücumundan müdafiə qüvvələrinin aşkara çıxarılması üçün istifadə olunurdu. Hadrut qəsəbəsinin düşməndən tamamilə təmizlənməsi 9 oktyabr tarixində, keçilməz Ohanyan səddinin yox edilməsi də doğrudur. Deməli elə A variantı uyğun cavab olacaq.